bugünkü mühazirəmizdə biz hesablama texnikasının inkişaf mərhələləri, fərdi kompüterlərin arxitekturası haqqında məlumat verəcəyik. Ümumi şəkildə ifadə eləsək, bu günə qədər kompüter texnologiyası, hesablama texnikası hansı inkişaf mərhələlərini keçib, hansı formada olub, hansı inkişaf mərhələləri keçib və hal-hazırdakı vəziyyətini araşdıracağıq, bu məsələləri müzakirə edəcəyik. Eyni zamanda fərdi kompüterlərin quruluşu, arxitekturası, onun funksional elementləri haqqında sizə məlumat verməyə çalışacağıq. Ümumiyyətlə, bəşər sivilizasiyası tarixinə biz nəzər salsaq, informasiya emalı sahəsindəki köklü dəyişikliklərə müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur. Belə ki, birinci inqilab olaraq yazının, ikinci inqilab kitab çapının, üçüncü elektrikin, teleqrafın, telefonun, televiziyanın, dördüncüsü isə mikroprosesorların, fərdi kompüterlərin, internetin meydana gəlməsi ilə əlaqədardır. Və bunları ümumiləşdirərək biz qeyd edə bilərik ki, bəşəriyyətin, cəmiyyətin inkişafı kənd təsərrüfatı, yəni aqrar, sənaye dövrlərindən keçərək informasiya mərhələsinə qədəm qoymuşdur. Ona görə də informatikanın tarixi əslində 4-cü nəsil, 4-cü informasiya inqilabı ilə başlayır. İnformatikanın tərkib hissəsi, onun tarixi, özünün tərkib hissəsi olan kompüterlərin yaranması, inkişaf mərhələləri, onların təsnifatını, arxitekturasını, aparat və proqram təminatını əhatə etdiyinə görə həmin kompüter texnologiyasının inkişaf tarixinə uyğundur desək, yanılmarıq. Həmin tarixlərə bir qısaca nəzər salsaq, deməli, ilk dəfə Blaise Pascal, deməli, 1642-ci ildə özünün cəmləyici maşınını hazırlamışdır, buna Pascalini adını vermişdir. 1673-cü ildə Wilhelm Leibniz, Almaniya alimidir, hesab əməllərini yerinə yetirən mexaniki aritmometr hazırlamışdır. 1830-cu ildə Charles Babbage, İngiltərə alimidir, proqramla işləyə bilən hesablama maşını, analitik maşın yaratmağa cəhd göstərmişdir. Təbii ki, bu ideyalardan sonralar universal kompüterlərin yaradılmasına da istifadə olunmuşdur. 1930-cu ildə Turing və Edward Post tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf elətdirilmişdir və beləliklə bu xronologiyanı keçdikdən sonra nəhayət 20-ci əsrin 40-cı illərində Amerika alimləri John von Neumann, Goldstein və Beris tərəfindən müasir kompüterlərin əsas iş prinsipləri verilmişdir. Və həmin tarixdə 1946-cı ildə Amerika Birləşmiş Ştatlarında ENIAC adlı universal kompüterlərin yaradılması ilə həyata keçirilmişdir və bu tarix də elə kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtlardan başlayaraq kompüter texnikası sürətlə inkişaf eləməyə başlamışdır və aşağıdakı mərhələləri keçmişdir. Deməli, burada biz birinci nəsil elektron hesablama maşınlarına baxırıq. Burada da şəkil göstərilibdir. Adətən 50-59-cu illəri əhatə eləyirdi. Bunun deməli, əsas element bazası elektron lampalar idi. Göstərildiyi kimi, əsasən bunlardan riyazi məsələlərin həlli üçün istifadə olunurdu və o vaxt bu tip kompüterlərə, istehsal olunan kompüterlərə aşağıdakı şəkildə Minsk 1, M20, Strela, BSM-lər, MSM-lər və s. deməli, bunların nümunələri də hazırlanan əsas element bazası qeyd etdik ki, elektron lampalar idi. Hesablama məhsuldarlığı 10^3, 10^4 əməliyyat bölünsün saniyəyə bərabər idi. Təxminən 5-10 min arası saniyədə əməliyyat yerinə yetirə bilirdi. Məlumat daşıyıcıları kimi də perfokat, perfolentlərdən istifadə olunurdu. Və ikinci nəsil elektron hesablama maşınları adətən 1960-69-cu illəri əhatə eləyirdi. Əsasən element bazası yarım keçirici tranzistorlardan ibarət idi, yarım keçirici elementlərdən ibarət idi və onların funksional imkanları birinci nəsil elektron hesablama maşınları ilə müqayisədə xeyli artıq idi. Və bunlar təxminən 10^4, 10^6 əməliyyat bölünsün saniyə hesablama məhsuldarlığına malik idi və məlumat daşıyıcıları kimi də
maqnit lentlərindən istifadə olunurdu. Slaydımıza diqqət etsək, baxırıq ki, hər dəfəsində kompüter texnologiyası bir nəsil yeniləndikcə, yəni bir nəsil digərini əvəz etdikcə baxırıq ki, onların funksional imkanları artır, hesablama məhsuldarlığı artır, əvəzində qabarit ölçüləri kiçilir. Təbii ki, bu üçüncü nəsil elektron hesablama maşınları artıq 70-85-ci illəri əhatə edirdi və element bazası da mikroelektronika və integral sxemlərdən ibarət olan kompüterlər idi. Əsasən bu nəslin əsasını IBM 360, IBM 370 kompüterlər təşkil edirdi və ondan sonra da deməli artıq 1, 2, 3, 4 və s. 14-20-lər deməli istehsal olunmağa başladı. Hesablama məhsuldarlığına nəzər yetirsək 10^5, 10^7 əməliyyat bölünsün saniyə idi. Məlumat daşıyıcıları kimi də maqnit disklərdən istifadə olunurdu. 4-cü nəsil elektron hesablama maşınlarını biz deməli 1985-ci ildən bu sonrakı dövrü adətən hesablayırıq və bunun element bazası böyük və çox böyük integral sxemlərdən ibarət idi və deməli onların ayrıca sinifini bizim bugünkü gündə hal-hazırda istifadə etdiyimiz PC dediyimiz fərdi kompüterlər təşkil edirdi və həmin böyük integral və çox böyük integral sxem texnologiyası ilə yaradılan mikro və mini kompüterlər bu nəslin əsas deməli kompüterləri sayılır. Və təbii ki, onların yaradılması digərləri ilə müqayisədə prinsipcə inqilabi bir mahiyyət kəsb edirdi. Bunlara nümunə olaraq IBM PC 286, 386, 486, 586 və s. Deməli, misal göstərə bilərik. Bu da Intel 8086 prosesoru, mikroprosesoru üzərində qurulan deməli kompüterlər idi. Ona görə də bu ardıcıllıq o şəkildə göstərilir. Təbii ki, hesablama məhsuldarlığına nəzər salsaq qeyd etdiyimiz kimi əsas element bazası böyük integral sxemlər idi. Hesablama məhsuldarlığı 10^6, 10^12 əməliyyat bölünsün saniyə bərabərdir və məlumat daşıyıcıları kimi də maqnit və optik disklərdən istifadə olunurdu. Və təbii ki, bunlardan əlavə burada artıq 4-cü nəsillə belə deyək, kompüter texnologiyasının inkişaf mərhələsi bitmir. Bugünün və gələcəyin kompüterləri olan indiki və sonraki kompüterlər dediyimiz ki, hal-hazırda bunların bugünkü gündə artıq istehsalına da başlanılıb da artıq bu tip kompüterlərdən biz günümüzdə istifadə edirik. Bunlara deməli bu kompüterlər hansı parametrlərə malikdir digərlərinə müqayisədə? Bunlar çox yüksək məhsuldarlıq və etibarlığa malik olmaqla keyfiyyətcə yeni funksional tələblərə cavab verə bilir. Bu nə deməkdir? Bilişlər bazalarla işləməyə, süni intellekt sistemlərinin təşkilinə hal-hazırda bugünkü gündə AI dediyimiz süni intellekt sistemlərindən artıq geniş istifadə olunur. Həmin texnologiya da süni intellektdən olduq qədər yüksək səviyyədə istifadə olunur və təbii ki, bunların digərlərindən fərqi istifadəçi ilə nitq və görmə vasitəsilə ünsiyyət təmin etməyə ki, bunun da bariz nümunəsi bugünkü gündə bizim ağıllı cihazlarımızda, istər kompüterlərdə, istər smartfonlarda, istər tabletlərdə, planşetlərdə artıq biz bunlardan istifadə edirik, bu imkanlardan bilirik və bunlarla yanaşı ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və sair kimi imkanlara cavab verə bilirlər. Və təbii ki, yeni arxitektura və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanır. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyalar əsasında bio və optik neyrokompüterlərin yaradılması da bugünün və gələcəyin yaxın reallığıdır. Və təbii ki, bunlara baxmayaraq biz bu kompüterlərin funksional imkanlarını, bunların artıq hansı tələblərə cavab verdiyini sadaladıq. Amma bunlara baxmayaraq bugünkü gündə müəyyən sahələr var ki, burada qeyd eləmişik ki, nüvə energetikasıdır, kosmosdur, hərbi müdafiədir, seysmologiyadır və s. Bu sahələrdə adi kompüterlərin, yəni sadaladığımız yüksək parametrlərə malik olan, cavab verən kompüterlərin həmin sahələrdə tətbiq üçün kifayət etmədiyi də təbii ki, aydındır və bu sahədə ona görə bugünkü gündə
superkompüterlərin yaradılması və onlardan istifadə də artıq mümkündür. Biz bunu bilirik və buna görə də təbii ki, onların qiymətləri baha olduğundan, onların yəni istehsalı baha başa gəldiyi üçün dünya üzrə sayları da təbii ki, çox azdır və ona görə də son zamanlarda virtual superkompüterlərin yaradılması istiqamətində işlər aparılır və hal-hazırda vardır. Hansı ki, digər yəni ehtiyac olan hər hansısa bir ölkə həmin o virtual superkompüterlərdən icarə əsasında hər hansı bir şirkətmi və s. ondan istifadə edə bilər. Və burada da təbii ki, biz informatikanın inkişaf tarixinə nəzər saldıq. Onun bir elm sahibi, müstəqil bir elm kimi formalaşması mərhələlərini biz yuxarıda təhlil elədik və təbii ki, onlar da qeyd etdiyimiz kimi kompüter texnologiyasının inkişaf tarixinə uyğundur və təbii ki, 60-cı illərdən sonraki dövrlərdə informatika fundamental elm kimi formalaşmış, müstəqil bir elm formalaşmış və bir çox yeni istiqamətlərin yaranmasına da səbəb olmuşdur. Biz bundan əvvəlki mühadirəmizdə informatikanın təbii ki, qeyd elədiyi müstəqil bir elm kimi keçən əsrin 60-cı illərindən formalaşması, onun burada sadaladığımız kimi bir çox yeni elmi istiqamətlərin yaradılması və o elmi istiqamətlər üzrə inkişaf eləməsi deməli aydındır və bundan sonra da bir çox ölkələrdə informatikaya aid olan çoxlu sayda yeni ixtisaslar və fənlər tədris olunmağa başlamışdır. Və bizim ölkəmizdə də 60-cı illərdən sonra inkişaf eləməyə başlayıbdır. Ondan sonra qeyd elədiyimiz kimi Respublika Elmlər Akademiya sistemində mərkəzi və kibernetika institutu yaradılıbdır. 70-ci illərin başlarında bütün nazirliklərin, milli müəssisələrin hesablama mərkəzləri və avtomatlaşma idarə etmə sistemləri şöbələri yaradılmışdır. Və bu cədvəldə biz həmin bura qədər dediklərimizin qısaca təsnifatını vermişdik. Təsnifatda yenə də nəsillərə görə onların istifadə müddəti, element bazaları, hesablama məhsuldarlığı və məlumat daşıyıcıları uyğun cədvəldə göstərilmişdir. Və birinci mövzumuzu ümumiləşdirsək, deməli, mövzumuzun ikinci hissəsinə nəzər salsaq, burada biz fərdi kompüterlərin arxitekturası, onun funksional quruluşu haqqında məlumat verəcəyik. Burada deməli, ümumiyyətlə fərdi kompüter informasiyaların emalı və saxlanılması üçün nəzərdə tutulan qurğudur və əsasən aşağıdakı hissələrdən ibarətdir. Göstərilibdir sistem bloku, monitor, klaviatura və mouse və burada ümumi bir deməli kompüter sisteminin quruluşu göstərilibdir və bunlardan əlavə fərdi kompüterə biz periferiya qurğuları dediyimiz, yəni sonradan qoşula bilən printer, modem, skanner, faks və digər qurğular da qoşula bilir, onları göstərmişik və əsasən biz burada deməli qeyd elədik ki, dedik, kompüter texnologiyası əsasən iki aparat, hardware dediyimiz aparat təminatı və software dediyimiz proqram təminatından ibarətdir dedik. Onun funksional quruluşuna baxdıqda isə daxili, xarici, əsas, əlavə kateqoriyalarına bölünür. Burada biz əsasən deməli qısaca şəkildə sistem blokun tərkibi haqqında məlumat versək, CPU dediyimiz Central Processing Unit, yəni mərkəzi prosesor, mərkəzi əməliyyatçı dediyimiz prosesor hesablamaların və məlumatların emalını yerinə yetirən qurğudur. Burada göstərilibdir prosesorun deməli uyğun şəkilləri və deməli bugünkü gündə prosesorları əsasən iki nəhəng firma olan Intel və AMD dediyimiz AMD şirkətləri, firmaları istehsal edir. Əsasən bu iki firma bundan məşğuldur və bunlar hər gün belə deyək də daimi rəqabətdə olduğuna görə hər biri ən yeni nəsli, ən yeni funksionallığa malik, funksiyalara malik, çox funksiyalı öz belə deyək də prosesorlarını istehsal eləyib kompüter bazarına təklif edirlər. Və burada biz qeyd etdik ki, prosesor dediyimiz qurğu əsasən hesabi məntiqi və idarə etmə əməliyyatlarını dediyi icra eləyir. Əsas vəzifəsi arithmetic and logic proses deyirik buna və burada əsasən biz qeyd elədik ki, kompüterin dedik sürəti prosesorun sürəti ilə, prosesorun sürəti də takt tezliyi dediyimiz, yəni
saniyədə əməliyyatların sayı ilə, onların nüvələrinin sayı ilə ölçülür və burada əsasən belə deyək də, kompüter işə başlanandan sonuncu prosesə qədər, yəni sonlandırma prosesinə qədər bütün əməliyyatlar o mərkəzi prosesorun, CPU dediyimiz mərkəzi prosesorun deməli idarəsi altında həyata keçirilir. Və burada əməli yaddaş qurğusu dediyimiz RAM göstərilibdir. Deməli, burada da şəkildə də görünür. Məlumatların müvəqqəti emalı üçün, yəni müvəqqəti yaddaş deyirik burada. Müvəqqəti olaraq yadda saxlanılması üçün nəzərdə tutulub. Əsas funksiyası informasiyanı sürətli şəkildə bir qurğudan digər qurğuya paylamaqdır və RAM-ın təbii ki, burada göstərilibdir, ölçüləri göstərilib. 4 GB, 8 GB, 16 GB, bugünkü gündə müasir kompüterlərdə 32 və daha yüksək RAM-lardan istifadə olunur. Təbii ki, bizim kompüterimizin RAM-ı, yəni RAM sözünün açılışı Random Access Memory, yəni ixtiyari müraciətə malik yaddaş deməkdir. Nə qədər yüksək olarsa, o qədər də bizim kompüterimizin sürəti, onun informasiyanın emalı sürəti daha yüksək olar və qeyd etdiyimiz kimi müvəqqəti qurğu elektrik enerjisi ayrıldıqdan sonra RAM-da saxlanılan məlumatlar deməli silinir. Ona görə biz buna müvəqqəti yaddaş deyirik. Və sərt maqnit diski dediyimiz daimi yaddaş deyirik. Buna biz hard disk deyirik. Açılışı hard disk driver və yaxud da bugünkü gündə biz burada göstərilibdir hard diskin uyğun olaraq şəkilləri. Burada informasiyanın RAM-dan fərqli olaraq qüsursuz şəkildə daimi olaraq yadda saxlanılması üçün nəzərdə tutulan qurğudur və burada adətən biz kompüterimizi işə saldıqda əməliyyat sisteminin, təbii ki, biz bilirik, idarəsi altında işləyir və həmin sistem proqram təminatının bir nömrəli elementi olan əməliyyat sistemi həmin hard diskə yüklənilir və o hard diskdən uyğun, biz həmin o məlumat, hard diskdə olan sistem proqram təminatının vasitəsilə biz kompüteri idarə edə bilirik, biz kompüterdən istifadə edə bilirik və eyni zamanda özümüzə aid olan informasiyaları biz daimi yaddaş qurğusunda uzun müddət saxlaya bilirik. Və daha sonra burada artıq disket qurğulardır, CD, DVD-ROM-lar və digər qurğular haqqında məlumat verib. Təbii ki, burada bunu biz disket qurğusu dediyimiz floppy, AB dediyimiz AB-lər dəyişən maqnit disklərdir, onların üzərində məlumat yazan, oxuyan qurğu. Təbii ki, bugünkü gündə artıq bundan istifadə olunmur. Köhnə nəsil kompüterlərdə 1,44 MB həcmində informasiyaların yaddaşa yazılıb oxunması üçün, xarici informasiya daşıyıcısı kimi bir yerdən digər yerə istifadə etmək üçün nəzərdə tutulmuşdu. Artıq bugünkü gündə qeyd etdiyim kimi bunun yerini deməli yüksək tutumlu həcmli flash kartlar və yaxud da super DVD-lər, CD-lər, bunlar artıq bugünkü gündə istifadə olunur. Amma ümumiyyətlə biz xronologiya dedikdə buna toxunmasaq olmazdı. Köhnə nəsil kompüterlərdə artıq dediyim kimi disket qurğusu, hətta sistem bloklarda da disket oxuyucu, disket qurğusu istifadə olunurdu. Monitorlar haqqında məlumat verdikdə monitorlar əsasən 3 növdə olurlar. Yenə köhnə nəsil kompüterlərdə istifadə olunub CRT dediyimiz cathode ray tube elektron şüa borlu monitorlardan, maye kristal LCD dediyimiz liquid crystal display və sensor plazma monitorlarından da istifadə olunur. Monitorun iş prinsipi burada göstərilibdir. İnformasiyanı təbii ki, vizual olaraq əks etdirən qurğudur və xaric etmə qurğusudur. Eyni zamanda kompüterin video sistemi, monitor, video adapter və proqram təminatından ibarətdir. Video adapter şüaları idarə etmək üçün monitora siqnalları göndərir. Monitor həmin siqnalları görünüş obrazlarına çevirir. Proqram təminatı isə video görünüşlərin kodlarını açır. Və əsasən monitorlar, təbii bunu da qeyd edək ki, monitorlar heç bir hesablama əməliyyatı yerinə yetirmir. Sadəcə həmin o vizual görüntünü bizə təqdim edir. Və adətən 14, 15, 17, 19, 21, 24 düyüm olurlar. İnç deyilir. Təxminən bir düyüm də 1 inç də 2,54 cm-ə bərabərdir. Və təbii ki, böyük ekranlı monitorlar informasiyanı daha keyfiyyətli əks elətdirir. Və burada sonra klaviatur haqqında məlumat verilibdir. Klaviaturanın düymələr qrupudur. Bunlar artıq bugünkü gündə hamı tərəfindən demək olar ki,
istifadə olunur və demək olar ki, böyük əksəriyyət istər tələbə, istər kompüter istifadəçiləri bunların funksiyalarını bilir, istifadə edə bilir. Əsas düymələr qrupu burada göstərilibdir. Sonra kursor edən düymələr, idarə edən düymələr qrupudur. Köməkçi düymələr və funksional və xüsusi düymələrdir ki, bunlar da eyni zamanda göstərilibdir. Və mouse manipulyatoru haqqında məlumat burada həmçinin göstərilibdir. Mouse'un iş prinsipidir. Douglas Engelbart tərəfindən 69-cu ildə yeri gəlmişən mouse ixtira olunubdur. Onun təbii ki, düymələri idarə edici, əmr edici və sağ düymə kontekst düymə və eyni zamanda trackball dediyimiz idarə edici bir qurğu. Əlavə qurğular haqqında, printerlər haqqında məlumat verilibdir. Printerlərin burada növləri, onların formaları göstərilibdir və burada eyni zamanda printerin iş funksiyası göstərilibdir və çıxışa verilməsi üsuluna görə simvol və qrafiki, eyni zamanda kağız üzərində şəklin qeyd olunmasına görə də zərblə və zərbsiz çap qurğuları var. Bunlar haqqında da mühadirəmizdə məlumat verilir. Və sonuncu olaraq skaner haqqında deməli məlumat verilibdir. O da təbii ki, biz bilirik, fərdi kompüterin xarici qurğusudur. Kağız üzərində olan mətni şəkli rəqəmsal formaya, digital formaya çevirir və maşının yaddaşına daxil edir və qrafiki proqramların köməyi ilə də onu ikilik koda çevirərək açır və istər sayt diskdə saxlanılmasının, istər monitora göndərilməsi, istərsə də çap qurğusuna göndərilməsini təmin edir və təbii ki, fərdi kompüterlərə USB portu vasitəsilə qoşulur. Bugünkü mühadirəmizdə biz deməli, mühadirəmizin də sonuna gəldik. Ümumiyyətlə, kompüter texnologiyasının inkişaf mərhələləri, onun keçdiyi yol və fərdi kompüterlərin arxitekturası haqqında məlumat verməyə çalışdıq. Növbəti dərsdə görüşənə qədər. Diqqətiniz üçün təşəkkür edirəm.